Bir oğlan mən istəmədiyim şəkildə yaxınlaşdı və bu üzdən heç bir oğlanla salamlaşa bilmirəm. Elə bil içimdə qorxu var. 2024-cü ilin yanvarın 1-i. Aha, 1 ildən çoxdur artıq. Və necə deyim, və buna oğlan da deməz, atamın dostu. Bax, başa düşürsüz, sizdən yaşca böyük insan. Mən şu an 6 yaşındayam və o 46 yaşındaydı. Anlayacaqsınız qədərilə elə bil sanki hər kəs elə davranacaq kimi hiss edirəm. Məsələn, əmim mənə bir əmi kimi yanaşanda istəmsizcə uzaqlaşıram ondan. Aha, bu hələ o hadisənin təsirinə görədir. Bu hadisə sizə dediyim kimi gecə bəlkə də yuxuda ola bilər, belə birdən atılırsınız, oyanırsınız, kabus kimi nələrsə görürsünüz. İnsanlardan, əks cinsdən hələ bir uzaq durmağa çalışırsınız, düzdür? Yəni yəqin bir başqa nələrsə də yaranıb sizdə. Məsəl üçün qapı çırpıldı, çox birdən-birə bərk səs gəldi. Belə əvvəl heç onlardan çox qədər qorxmurdunuz, diksinmirdiniz o situasiyalardan, amma indi aşırı reaksiya hələ bir bədəniniz verir, çox yüksək ürəyiniz döyünməyə başlayır belə şiddətli dərəcədə. Yəni belə bir hallar varmı? Əl və bədən arasında məsafəmiz yox idi. Sanki dilim düyünləndi. Evə atamın olmasına rağmen qışqıra bilmədim. Sadəcə itdim onu və otağına itdim onu, itələdiniz onu və otağıma qaçıb gizləndim. Düz eləmisiniz. İnsan çox yüksək stres keçirdəndə donub qalır, ya donub qalır, ya qaçır. İkisindən biri də ya da ki vurmaq. Siz həm qaçmaq olub burada çox gözəl, həm də ki itələmək. Amma bu insanın bu cür etməsini qətiyyən ailə üzvlərinizdən gizlətməyin də. Yəni o insanın həqiqətən də, yəni o sizin evinizə gəlib getməyi bir yana, deməli o başqa bir siz yaşda uşaqlarla da bunu cəhd edir də yəqin ki, eləyib də əvvəlcədən yəqin ki. Bildinizmi necə? Yəni bu insanın bu hərəkəti, yəni bu pedofiliya sayılır da. Pedofiliya da psixi pozuntudur. Bu insan bunu edirsə, yəni bu bilinməlidir, bu gizlədilməməlidir. Gizlədilsə, yəni necə deyim sizə? Özünüz anlayırsınız da, ona hər bir əl-qolu açıq olmuş kimi olur. Bəli, hər gecə 1-2 dəfə oyanıram və yatmağa güclük çəkirəm. Aha, konkret psixotravmadır. Ona görə bir müddət sizə psixoterapiya lazımdır. Valideynlərinizdən bu məsələni gizlətməyin. Hansı valideynlə daha çox yaxınsınız, mütləq bunu danışın. Yəni danışandan sonra lazımdır da bunu. Bu sizə çox önəmlidir, lazımdır. Yəni tək burada mənlə müzakirə etdiniz, bununla qalmasın da. Görün hansı valideynə, hansı bəlkə valideyndən daha yaxın ola bilər, hansısa nənəniz, hansısa babanız, nə bilim xaladır, bibidir. Ola bilər valideyn biraz olur da quru insandır, biraz belə qorxursunuz. Çox vaxt uşaqlar niyə danışmırlar? Deyirlər ki, inanmazlar mənə. Deyərlər ki, ola bilməz. Yəni məni günahlandırarlar. Uşaqlar çox vaxt ona görə susurlar. Mən hazırda depressiyadan əziyyət çəkirəm. O zamanlar qaçıb otağıma gizləndiyimdə gəlib sərt bir şəkildə qapını vurmağa başladı və mən o gündən sonra qapı sərt bir şəkildə döyüləndə o günə geri qayıdırmış. Bəs atanız evdə idi, o necə gəldi o cür döyməyə başlaya bildi qapını? Və yaxud bu başqa bir gün olub baş verib yəqin ki, o da elə də ola bilər. Evə gedib gəlmir, amma həmişə qarşılaşıram və çox uzaqdan takib edir kimi hiss etdim. Bilirsiniz necə, belə tıx-tikan üstündə, qorxu içində olmaqdansa, yaşınız balacadır, uşaqsız deyə üzləşdiyiniz şey çox çətin bir şeydir. Yəni tək başına bunu daşımaq, bununla mübarizə aparmaq böyük insan üçün çətindir, nəinki uşaq üçün. Yəni uşaq üçün daha çətindir də. Ona görə sizə dəstək lazımdır. Ona görə elə bir yetkin insanlar, ətrafınızda olan yetkin insanlardan dəstək istəməlisiniz, kömək istəməlisiniz. Yəni anlatmalısınız birincisi, belədir. Olduğu kimi hər şeyi danışmalısınız. O necə ki, heç məsafə konkret aranızda qoymayıb, eləməyib. Yəni ki, onun artıq niyyəti bəllidir. Yəni pedofiliyaya bənzəyir. Vəssalam. 2 mərtəbəli evdə qalırdıq. Atam 1-ci mərtəbədə qaldığı
və məndə o ikinci qatda olduğum üçün eşitmirdi. Aydındır. Başa düşdüm. Yenə də mənim sizə belə çox dönə-dönə, çox belə israrla tövsiyə edirəm ki, mütləq ki, bu örtbasdır olunmasın, bu danışılsın. Gizlində qalmasın. Çünki bu insan imkan axtarır. Bu insan, yəni ki də hələ bil tələləri var da, tələyə hələ bil ovçunun heyvanı tələyə salmasını necə gözləyir, onun kimi bir şeydir də. Yəni yenə deyirəm, sizlə eləyibsə, mütləq ki, əvvəllər başqaları ilə də edib, eləyəcək də. Bir neçə dəfə polisə getmək istədim, amma əlimdə bir kanıtın olmağı önəmli deyil. Kanıtın olmağı önəmli deyil, sübutun olmağı önəmli deyil. Siz gedirsiniz. Sizə bilirsiniz necə? Bax, gedəndə düzdür, bir neçə dəfə təkrar sizə müxtəlif polis işçiləri, müxtəlif adamlar da orada da, yəni ki, yönləndiricilər orada da hansısa suallara cavab verirsən, burada hansısa suallara cavab verirsən. Yəni ki, sizin nə qədər düz, nə qədər ola bilər, tutalım ki də insandır, bəlkə uşaqdır, gəlir, şər atır, nə edir? Bunu aydınlaşdırmaq üçün bir çox orada suallar falan verəcəklər. Amma kanıtın olmağı önəmli deyil burada. Burada belə bir şey yoxdur. Sənin əlində sübut olmadan da sən gedib şikayət edə bilərsən. Yəni belə bir məsələ, belə bir şərt yoxdur. Yarı yoldan dönmək, bax maraqlı odur ki, görürsüz, polisə getməyi hardasa gözə almısınız, ürək etmisiniz, yarı yoldan qayıtmısınız. Amma valideynə tərəf getmək, orada biraz, deməli, valideynlə uşaq arasında burada münasibət o qədər də möhkəm deyil. Duyğusal bağ zəifdir ki, birbaşa valideyn yanına gedib bunu danışmamısınız. Belə hallar əslində elə bilirik ki, az da çoxdur. Həqiqi mənada çoxdur. Çox, bilirsiniz necə, polisə gedib çıxan, belə deyirlər də, inan 100 hadisədən, 100 belə baş verən hadisələrdən, yəni uşaqlara qarşı belə niyyətli olan, pedofiliya da burada müşahidə olunur da, belə niyyəti olan insanlar çoxdur və nə isə də baş verəndə, cəhd olanda və yaxud həmin bu niyyəti, yəni həyata keçirirsə də, 100 insandan belə deyək də, bəlkə biri gedir, çıxır polisə, məhkəməyə. Çox insanlar bunu örtbasdır edir, çox insanlar, yəni ki, burada səbəblər çoxdur. İctimai qınaqdan qorxurlar, ailəni günahlandırarlar, valideynlər özlərinə görə istəmirlər, ay eşimdə eşidiləcək, orada, burada, qohum-əqrəbə falan. Amma bir dənə onu düşünmək lazımdır ki, belə o cür insanlara hələ bir şərait yaradılır da. O da istədiyini davam eləyir həyatda. Yəni, bacardığı insanı tələyə salır da, bacardığı, harada ki mümkündürsə, harada şərait uyğundursa, orada artıq istifadə edir. Və bu da həqiqi belə, nə deyim sizə, indi artıq özünüz başa düşdünüz, nədir, nə deyil, nə dərəcədə ağırdır, çətindir.